Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Novruz bayramına həsr olunmuş Yeni Gün adlı konsert proqramı və əl işlərindən ibarət sərgi təşkil olundu. Əvvəlcə təlimçilərin və benefisiarların mərkəzin yaradıcılıq studiyalarında müxtəlif mövzularda hazırladıkları əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. Sonra mərkəzin təlimçiləri və benefisiarların ifasında konsert proqramı keçirildi. Konsertdə mərkəzdə İnklüziv Dost alt proqramı çərçivəsində fəaliyyət göstərən istedadlı könüllülər bədii qiraət, rəqs, vokal və ifaçılıq qabiliyyətləri nümayiş etdirdilər. Biz həmən tədbirin adını Yeni Gün adlandırmışıq və burada həm təlimçilərimiz, həm benefisiarlarımız belə bir fərqli üslubda bir konsert proqramını hazırlamışıq. Biraz teatrallaşdırılmış bir formada, burada dahi Üzeyir Həcibəylinin Arşın Malalan operettasından bəzi overturalar bugün səsləndiriləcək. Bizim benefisiarlarımız böyük bir maraqla yanaşıblar bugünkü tədbirimizə. Burada həm musiqi, həm rəqs, həm poeziyadan olan hissələr olacaq. Mən ümid edirəm ki, böyük bir maraqla qarşılanacaq, çünki bizim uşaqlarımız səbirsizliklə gözləyirlər bugünü və hazırlıqlarını ediblər və öz istedadlarını bugün göstərəcəklər. Qeyd edək ki, hazırda mərkəzdə 5 həssas kateqoriya üzrə 159 benefisiara, o cümlədən şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Həssas qruplara aid şəxslərin sosial adaptasiyasının gücləndirilməsi məqsədi ilə təlim və sosial-psixoloji, pedaqoji dəstək tədbirləri ilə yanaşı müxtəlif layihələr həyata keçirilir. Belə tədbirlərin məqsədi mərkəzdə təlimlərə cəlb olunmuş istedadlıların incəsənət vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək, tanıtmaq və yaradıcılıq imkanlarının genişləndirilməsidir.